Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz. Kanalıma ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımla qarşınızdayım. Gəlin baxaq görək 16 və 23 iyun tarixlərində bizi nə gözləyir? Həftəmiz monotonmu keçəcək, yoxsa yeniliklər olacaqmı? 3 variant olacaq hər zaman olduğu kimi. Videom sırf izləyicilərimə aiddir, kənar şəxslər izləməsin. Və videomun altından çox xahiş edirəm, başqa rəqəmlər yazmayın. Bəzən yazırsınız 7-7-7, heç bəlkə də mənasını bilmirsiniz nədir. 3-7-3 enerjisi ilə uyumlanırsınızsa videonu izləməyə davam edin. Başlayaq. Birinci, ikinci və üçüncü dəstə üzərinə də bunları qoyuram ki, seçməyə rahat olsun. Həmişə qoymayacağım, amma arada qoyacağım ki, seçməyə rahat olsun. Bəzən sırf kartlarla da uyumlanmalısınız ki, siz hiss eləməlisiniz hansı dəstəni seçmək lazımdır. Kim üçün vaxt azdirsə videonu saxlaya bilərsiniz, amma məncə hər birini seçmişsiniz. Birinci variantı seçənlərlə başlayırıq. Baxaq. Görək nə çıxır. Sevdiyiniz insanla bir ayrılıq yaşaya bilərsiniz. Fikir ayrılığı ola bilər. Bir-birinizi anlamaya bilərsiniz. Sevərəkdən bitiş. Yəni, əgər varsa bu, artıq bu yaşanmışlıqlardır. Çox egolu bir insandır. Maddi cəhətdən də yaxşı ola bilər. Əgər maddi tərəfdən yaxşı deyilsə, özünü çox belə necə deyim, sanki hər şeyin sahibi buymuş kimi göstərir. Sevərəkdən bir bitişiniz olub, fikir ayrılığı görürəm burada. Yəni fikir ayrılığı yaşamısınız, bir-birinizi anlamamışsınız. Qısqanclıqlar da ola bilər burada. Amma sizi çox bəyəndiyini, siz onun üçün vacib, önəmli bir xanım olduğunu, yəni siz özünüz də oturuşmuş bir insansınız. Maddi tərəfdən də ola bilər. Elə mənəvi də özünüzə çox hörmət edən bir xanımsınız və yaxud da ki, bəysiz, fərqi yoxdur. Amma belə bir şey deyim, bu insan sizə birli bir zamanda addım atacaq. Birli bir zamanda, bilsiz necədir? Yəni, adam özünü çox egolu göstərir. Yəni, mən sanki, məndən düzü yoxdur, mən hər zaman haqlıyam kimi göstərir. Amma bu insan birli bir zamanda addımla gələcək sizə. Sadəcə indi elə bir, yenə deyirəm, fikir ayrılığı yaşamısınız və bir-birinizi anlamamışsınız. Sizə biraz qırğın ola bilər. Biraz incinmiş ola bilər, amma birli bir zamanda bu insanın addımı gözləyin. Egosunu qıracaq və sizə gələcək. Narahat olmayın. İş təklifi gözləyənlərimiz varsa, birinci variantı daha çox işlə bağlı. Sanki əlinizi hara atırsınız, o işdən bir şey əldə edə bilmirsiniz. Yaxın vaxtlarda mən sizə bir şey deyim, bunu həftəlik açılım kimi qəbul eləməyin, birinci variant. Sizə belə deyim ki, yaxın bir 9 gün ola bilər, 9 həftə ola bilər. Yəni, mən ümumiyyətlə bütün açılımlarımı zamansız zamana niyyət alıram. Baxmayaraq ki, bu həftəlik açılımdır. Amma bəzi açılımlar var ki, onları mən zamana görə niyyət almayacağım. Burada sizi 9-lu bir zamanda çox gözəl bir iş təklifi gözləyir. Zaten siz ola bilsin maddi tərəfdən çox da sıxıntı çəkməyərsiniz, amma çox yüksək məvacibli bir işə daxil olacağınız görünür. Çox, necə deyim, özünü tanıyan, özünü bilən, oturuşmuş xarakter, oturub iş gözləməyən, sanki hər yerə əlinizi atırsınız ki, bu işdən də bir şey çıxardasınız. Bəzilərinizi isə mən burada ola bilsin sahibkar kimi görürəm. Yəni, özünüzün bir işi var. Maddi tərəfdən çox da sıxıntı çəkmirsiniz və yaxud da ki, sizə baxan kimsə var, ailə tərəfdən ola bilər, başqa bir tərəfdən ola bilər ki, sizə maddi tərəfdən pul gəlir. Mən sizi pulsuz görmürəm. Amma 9-lu bir zamanda sizə çox yaxşı iş təklifi gələcək. Sırf bu işi həftəlik açılıma qatmayın və alın qəbul eləyin ki, 9-lu bir zamanda sizə iş təklifi gələcək. Yəni, işləyəcəksiniz. İkinci variantı seçənlər. Gəlin, baxaq görək. Sizi nə gözləyir? Kartlarım düşdü yerə. Dəqiq onları götürün. Götürdüm.
Baxaq görək sizi nə gözləyir. Yol çıxır sizə. 2 kartda göstərir ki, yol çıxır. Harasa yol ala bilərsiniz, harasa istirahətə gedə bilərsiniz. Və yaxud da ki, sevdiyiniz insanla aranıza məsafə girə bilər, o harasa gedə bilər. Bir ayrılıq yaşaya bilərsiniz, amma adamın düşüncəsində siz uzun müddətli bir ilişkidir, uzun müddətli bir münasibətdir. Sizin diqqətinizi, qayğınızı istəyir adam, yəni siz ona necə diqqət, qayğı göstərmisinizsə, sanki bu qayğını, istiliyi heç kimdə tapa bilmir. Amma altılı bir zamanda, 6-cı gündə ola bilər, 6-cı gün alın qəbul edin ki, altılı bir vaxtda bu insan sizə net bir addımlarla gələcək. Yəni belə düşünün. İş gözləyənlərimiz varsa, yəni iş təklifi mi deyim, iş gözləyənlərimiz varsa mı deyim, 8-li bir zamanı alın qəbul edin. Ayın 18-i də ola bilər, 18-i. Birinci variantda demişdim ki, zamansız zamana niyyət alıram. Çünki orada çox qəşəng bir kart çıxmışdı, ona görə deyirəm. Amma siz sırf həftəlik açılım kimi qəbul edin. Ayın 18-i alın qəbul edin ki, sizə maddi tərəfdən ya bir dəstək mi deyim, ya hardansa gözləmədiyiniz bir anda bir pul gələ bilər sizə. Amma belə bir şey də deyim sizə, ikinci variantı seçənlər, həyatınıza yeni bir insan da gələ bilər. Bunu da alın qəbul edin. Həyatınıza yeni bir insan daxil ola bilər. Yəni bəlkə də siz həyatınıza daxil eləməyəcəksiniz o insanı, amma yəni o insanın varlığını biləcəksiniz ki, var. Belə. Bəziləriniz burada mən görürəm ki, bəlkə də bəziləriniz imtahan verirsiniz və yaxud da ki, işə imtahan verənlərimiz ola bilər. Nə bilim, abituriyent kimi imtahanlar verənlərimiz ola bilər və bəlkə də vermisiniz artıq. Burada uğurlu bir nəticə görürəm. Yəni imtahan verənlərimiz varsa, uğurlu bir nəticə görürəm. Belə. İkinci variant da belə getdi. Baxaq, üçüncü variantı seçənlərə. Aha. Net bir insan görürəm burada. Net nə deməkdir? Yəni sözünü deyən bir insan. Sanki sizə qarşı bir haqsızlıq olunub, fikir ayrılığı yaşaya bilərsiniz və yaxud da ki, sizə kimsə haqsızlıq eləyib və siz də öz necə deyim, özünüzü göstərmisiniz və sərhəddinizi çəkmisiniz. Bir sevdiyiniz insan ola bilər ki, sanki bir-birinizdən nə qopa bilmirsiniz, nə də ki, birləşə bilmirsiniz. Bir uzaqlaşma vəziyyəti ola bilər. Bir soyuqluq vəziyyəti ola bilər. Çünki burada sizə qarşı haqsızlıq eləmiş bir insan var. Bəzilərinizdə isə bunu sevgi tərəfindən yox da, bəzilərinizdə məhkəmə işi ola bilər və yaxud da ki, ev alqı-satqısı varsa və yaxud da neysə satmaq barəsində bir fikir ayrılığı yaşaya bilərsiniz. Misal üçün, ev satırsınız, istədiyiniz məbləğdə pul verilməyəcək. Yəni, belə bir vəziyyətdə, belə bir söz-söhbətlər ola bilər aranızda. Bu, ailə içi də ola bilər. Bəzilərinizdə isə ya maşın almaq mı deyim, nə bilim, nəsə bir böyük miqdarda, böyük məbləğdə bir nəsə bir şey almaq barədə düşünürsünüzsə, uğurludur, ala bilərsiniz. Sadəcə dediyim kimi, yenə də fikir ayrılığı kimi bir şey yaşayacaqsınız. Ola bilsin evdəkilərlə. İşdən təklif gözləyənlərimiz varsa, dövlət işi görünür sizə, dövlət işində işə başlaya bilərsiniz. Bəziləriniz isə əgər öz işinizi qurmağı düşünürsünüzsə, siz nəsə bir şey bacarığınız varsa, tamamilə sizin üçün uyğun bir vaxtda bunu eləyə bilərsiniz. Belə. Üçüncü variant da belə getdi. Bilirəm, qısa açılımlardır, amma biz əsas nəyi bilməliyik, onu bilirik, onu öyrənirik. Əsas lazım olan şeyləri zaten hər həftə çəkirəm. Həftəyə onsuz da mən yalandan kartların hamısını açım, sizə danışım. Onların heç biri olmur. Bir həftə qısa bir müddətdir. Əsas vacib nə olmalıdırsa, nəyi bilməliyiksə, onu da bilirik. Yəni artıq kartlara və yaxud da ki, artıq şeyə ehtiyac yoxdur. Bir gün düzdür, çəkəcəm uzun formada. Uzun versiyalı bir video çəkəcəm. Görüm nə vaxt vaxtım olsa. Növbəti videonu bilirsiniz nə çəkəcəm.
Görüm axıra qədər kim izləyəcək bunu. Növbəti videonu ya 3-cü ya 4-cü gün paylaşacağım. Bu arada bunu ayın 15-i çəkirəm, yəni təzə isti videodur, indi paylaşacağım. Növbəti video olacaq sizin şəklinizə, sizin özünüzə baxanda nə düşünür? Belə bir açılım ağlıma gəldi. Yəni bu insan sizi görəndə nə düşünür? Sizin şəklinizə baxanda nə düşünür? Belə bir video çəkəcəm. İnşallah ki bəyənərsiniz. Özünüzə yaxşı baxın. Öpürəm hər birinizi. Sağ olun.